Afrika buynuzunda yerləşən dənizə çıxışı olmayan ölkə, qitənin ən qədim müstəqil dövləti. Heç vaxt müstəmləkə taleyi yaşamayan, yalnız 5 il Mussolini İtaliyasının işğalına məruz qalan Efiopiya Federal Demokratik Respublikası. Materikin dekolonizasiyasına və Pan-Afrika əməkdaşlığının inkişafına mənəvi dəstəkçi. Bu ölkəni başdan ayağa gəzmək, keçmişindən xəbər verən faktları hər yerdə görmək və bütün bunların fonunda bugününü müşahidə etmək yəqin ki, az adama qismət olar. Dağlıq ərazilərdə, çöllüklərdəki ibtidai insan həyatı ilə günbəgün inkişaf edən müasir şəhər həyatı göz-gözə dayanır bu ölkədə. Burada keçmişlə gələcək birgə mövcudluğunu çiyin-çiyinə davam etdirir. Müasir insanın, Homo sapiensin meydana gəldiyi deyilən Efiopiyanın cənub-qərbinə, aşağı Omo vadisinə, Cənubi Sudanla sərhədə yaxın ərazidə yaşayan Mursi qəbiləsinə gedirik. Planetin ən aqressiv qəbilələrindən sayılan Mursilər gəlmə adamları fərqli əhvalla qarşılayırlar. Ya şiddət göstərirlər, ya da mehriban üz. Əsas odur ki, onların istəklərinə cavab verəsən. Efiopiyanın bu qəbiləsi təcrid olunmuş bir məkandadır. Bu qəbilə qadınların görkəmi ilə məşhurdur. Daha doğrusu qadınların at dodaqları ilə. Hi, let's go. Qəbiləyə gələn hər kəsə gildən düzəltdikləri heyvan fiqurlarını, dodaq və qulaq aksesuarlarını, taxta lövhələri satmağa çalışırlar. Almayanda hirslənib adamın ürəyincə olmayan hərəkətlərə də yol verirlər. Ukil və taxtadan olan lövhələr gözəllik və mədəni kimlik simvolu sayılır. Bu nədir? Heyvan dişidir. Qulaqda kiçik dəlik açırlar, sonra arasına balaca çubuq qoyurlar. Hər həftə, hər ay çubuğun ölçüsünü böyüdürlər. İri çubuqlardan istifadə etdikcə qulağın halqası uzanır. Baxın, indi onun qulağının dəliyi kiçikdir. Böyüyəndə daha iri çubuqdan istifadə edəcəyik. Bu sanki bir sırğadır. When she grow up a little bit. Bu da qəbilənin kralı Ulu Koro. Qəbilənin problemlərinin həlli yollarını və gələcəyini düşünən başçı. Onların əsas məşğuliyyəti maldarlıqdır. Mal heyvanın qanı və südü ilə qidalanırlar, ət yeyirlər, həm də buğda əkib becərirlər. Hərdən bu qəbiləni görmək üçün başqa dünyalardan gələn turistlər onlara dava dərman və pul verir. Amma belə hallar çox az olur.
Hamilə qadınlarla və xəstələrlə bağlı çətinliklərimiz var. Onları şəhər xəstəxanasına çatdıra bilmirik. Dəstək verənimiz, köməklik göstərən yoxdur. Şəhərə getmək üçün yolumuz yoxdur. Ona görə də adamlarımız tələf olurlar. Biz hökumətdən və ya kömək eləyə biləcək kəslərdən yardım istəyirik. Çətinliklərlə bağlı hökumət və ya digər qurumlara müraciət etmisinizmi? Yaxınlığımızda yaşayan etnik qruplar bizi buradan çıxmağa qoymurlar. Yolları bağlayırlar. Əvvəllər sülh olanda biz nəqliyyatla şəhərə gedə bilirdik və hökumət bizə, bütün Efiopiya vətəndaşlarına kömək etdiyi kimi səhiyyə xidmətləri göstərirdi. Lakin indi qəbilələr arası problemə görə biz şəhərə gedə bilmirik. İndi biz başa düşürük ki, bizim üçün sülh yaxşıdır. Qəbilələr arası davalar bizi çox geri atır. Təhsil çox vacibdir. Bax, təhsillə bağlı bu uşaqların gələcəyini necə görürsünüz? Bir də müasir dünya ilə tanışsınızmı? Göydələnlər var, insanlar orada yaşayır. Qəbilənizin də belə bir şəraitdə yaşamasını istəyərdinizmi? 4 il bundan əvvəl başqa bir qəbilədə müəllim işləyirdim. Amma indi bu qəbiləyə başçılıq edirəm. Mən bu uşaqların təhsil almasını istəyirəm. Onlar məktəbə getməlidir. Çünki belə həyat tərzi daimi davam edə bilməz. Onlar bu qəbilədən o yana həyatın nədən ibarət olduğunu anlamalıdırlar. Adamlarım öz üzərində çalışa bilərlər. Covid-19 pandemiyasından əvvəl çox yaxşı idi, amma sonra hər şey dayandı. Bizlə təmasda olmaqdan hamı qaçır. Qəbilə başçısı mənə yaşadığı evi göstərir. Kralın bu balaca komasında 8 nəfər ailə üzvü qalır. İçəridə odun qalayıb yemək bişirirlər. Evin başçısı qapının ağzında yatır. Xanımı və uşaqlar isə ətrafında. Vəhşi heyvanlar içəri girə bilməsin deyə, həm də istidən, soyuqdan qorunmaq üçün komanın qapısı balaca və dardır. Mən içəri keçə bilmədiyim üçün üzr istəyirəm. Bura girmək mənim üçün əslində biraz çətindir, girə bilməyəcəm içəri. Amma deməli 8-9 nəfər yəni burada yaşayır. 6 or 8 people together, they stay in there. So the house owner people will stay in the door. It's narrow, but it doesn't say open. Because why they make this way? Protect themselves from wild animal and attack them in the air. Və dodaq bunlar deməli aksesuarlarıdır və yaşla bağlı, yəni kiçikdən böyüyə qədər yəni istifadə edə bilər hər So kəs. this mother, she made this one by herself. Mama? Mama, And then Charlie? Charlie, you can Hi, say Mama. Charlie. Charlie. how to Bundan use necə it? istifadə etmək lazımdır? Göstərə bilərsiniz mənə? Amari, she can't. O göstərə bilmir, çünki dodağını kəsib. She already cut it. Cut out. She said I'm old. Deyir ki, mən qocayam. You are old, but not you are old. You are good. Hi. Hazır. Salam. Mata. Here's the thing. Actually, Actually. And what can you say? Qəbiləniz about your haqqında tribe? nə deyərdiniz? Arzunuz What do nədir? you wish? His wish. I want to know. What do you wish your people? Arzum budur ki, daha çox turist bizi ziyarət etsin. Biz onları sülh şəraitində qarşılamaq istəyirik. Bəlkə bir gün turistlər gəlib mənə maşın alarlar. Bu məni xoşbəxt edər. Mən maşın sürmək istəyirəm. Məktəbə və şəhərə öz maşınımla getmək istəyirəm. Actually, hi. What's your name? that's his daughter. Your daughter. Yes. God bless her. Yeah, Say. man. Actually, And this one also. too. Yeah. Okay. Ara. Ambar bora to ushaj. Actually, no. So this is how they design. It's not Bunu daşımaq çətin deyil ki. It's hard, yeah. Yes. Heavy. Heavy, it's heavy, yeah. Yes. Qəbilədə olduğumuz müddətdə uşaqlar yanımdan əl çəkmirlər. İsrarla üzümə naxış çəkmək istədiklərini bildirirlər. Bələdçimiz onlarla razılaşmağımı tövsiyə edir. Baş üstə, niyə də yox deyib dizlərimi yerə qoyuram. Uşaqlar da həvəslə üzümə naxış çəkməyə başlayırlar. Düşünürəm ki, qəbilə adətlərinə hörmət etmək bura gələn hər kəsin borcudur. O cümlədən mənim.
Emanuel, deyin kifayətdir. Onlar necə bəzədiklərini bilirlər. Qoyun işlərini bitirsinlər. What is it? Is a cabbage. She's eating. Ajoui ça. Burada həyat çox sadədir. Yemək və rəqsdən ibarətdir. Qəbilə kralı ilə halallaşıb Cinkaya gedirik. Uşaqlar bizdən sabun və şirniyyat istəyirlər. Nə? Nə sabun? Məndə sabun yoxdur. Burada doğulmuşam. Burada da öləcəm. Ayrı heç nə istəmirəm. Yeməyim olsun, bəsdir. Guys, bye, bye, bye. Thank you so much, thank you. See you, bye bye. Bələdçimiz operatorlarımızın nəinki yol boyunca çəkiliş etmələrinə, başlarını belə maşından bayıra çıxarmalarına icazə vermir. Çünki ətrafdakı digər qəbilələrin ovçuları təkcə heyvanları deyil, insanı da oxla, nizə ilə vurur. Üstəlik, zəhərli ox və nizə ilə. Bu yerlərdə bəzən turistlər qəbilələr arası davaların da qurbanı ola bilər. Cənubi Efiopiya regional dövlətinin Arizonasının paytaxtı Cinka şəhəri ilə Mursi qəbiləsi arasında 100 kilometrdən də az məsafə var. Amma Cinkada bir nəfər belə qəbilə adamı görə bilməzsin. Onların bu yerlərdə peyda olması yasaqdır. Cinkada da küçədə sərbəst gəzmək təhlükəlidir. Bələdçimiz onsuz hərəkət etməməyimizi məsləhət görür. Burada da adam oğurluğu sanki adi bir hala çevrilib. Cinkanın öz qaydaları var. Cinka Oma vadisində yerləşən ən böyük şəhərlərdən biridir. Hər həftənin 6-cı günü 16 etnik qrup bu şəhərə gəlir və marketlərdə öz məhsullarını satırlar.
mərasiminə qatılmaq üçün yaxınlıqda yerləşən kəndə gedirik. Bizi gözləyirlər. Bu onlarda xüsusi ritualdır. Necəsiniz? Kofe bişirirsiniz? Hazırlıq necə olur? Bizim Cinkada təkcə dənəvər deyil, yarpaq kofe də hazırlanır. Ocaq qalıyırıq, kofe yarpaqlarını qaynadırıq, sonra həvəngdə əzdiyimiz sarımsağı, zəncəfili əlavə edirik. Yarpaqlar da dənəvər kimi faydalı və dadlıdır. Efiopiya kofenin vətənidir. Bütün dünyanı öz əsrinə çevirmiş bu sehrli nemətin kəşfinə Kafa əyalətində keçilərin təsadüfən ağacdakı gilə meyvələri yeməsi və qəribə hərəkətlər etməsi səbəb olub. Keçiləri güdən çoban Kalsi də gilə meyvədən yeyir və özünü xoş əhval ruhiyyəli hiss edir. Baş verənləri keşişə danışır. Keşiş eşitdiklərini şeytan əməli adlandırıb gilə meyvələri oda atır. Odda yanan kofedən isə ətrafa daha gözəl qoxu yayılır. İnsanları fasilələrə, sakitləşməyə dəvət edir. Bu dəvət həm də insan ruhunun təzələnməsinə bir çağırışdır və insanlar bir yerə yığışır, kofe içir və öz həyat hekayələrini bölüşürlər. Paytaxtdan təxminən 125 kilometr cənub-qərbdə, mərkəzi Efiopiyanın dağlıq ərazisində Quraki etnik qrupuna aid olan 3 milyona yaxın insan yaşayır. Müxtəlif dillərdə danışan və müxtəlif adət-ənənələrə malik olan Efiopiyanın 80-dən çox etnik qrupu var. Onlardan biri də Qurakilərdir. Qurakilərin çox spesifik adət-ənənələri var ki, bu onları başqa etnik qruplardan tamamilə fərqləndirir. Qurakilərin əsas məşğuliyyəti yalançı banan adlanan, quraqlığa davamlı inşet ağacı əkib becərməkdir. Bu ağacın meyvəsi yeyilmir, yalnız kök və gövdəsindən qida hazırlanır.
Kişilər ağacın torpağın altında böyüyən kökünü qazıb çıxarır, qadınlar isə ondan qida hazırlayırlar. Enşetin kökündən və gövdəsindən yemək hazırlanmasına günlər, bəzən isə hətta 1-2 həftə sərf olunur. Bu yeməyi necə hazırlayırsınız? Gövdəni təmizləyirik. Lay doğrayırıq. Bir neçə gün suda saxlayırıq və bişiririk. Çox dadlı olur. Bu bizim milli yeməyimizdir. Mənim 60 yaşım var. Çox xoşbəxtəm ki, yaxşı həyat yaşayıram. Tanrıya şükürlər olsun. İnanıram ki, hər şey Tanrının izni ilə baş verir. Tanrının izni olmasa heç nə baş verə bilməz. Bax, mən sizinlə görüşməyi planlaşdırmırdım. Bu, Tanrının izni ilə baş verdi. Thank you so much. Thank you. Thank you. Thank you. Thank you. Mənim 45 yaşım var. Uşaqlarımın qeydinə qalıram, evimə baxıram. Həyatım belədir. Arzu edərdim ki, uşaqlarım çox böyük nailiyyətlər əldə etsinlər. Mən həmişə onlar üçün dua edirəm. Onların sağlam olmalarını, həyatda uğur qazanmalarını istəyirəm. Biz harmoniya içində yaşayırıq. Sevgi hər şeydən üstündür. Uşaqlarımızın, təsərrüfatımızın, malqaramızın qayğısına qalırıq. Assosiasiyamız var və onun vasitəsilə bir-birimizə köməklik göstəririk. Məni başqa həyat maraqlandırmır. Sadə həyat tərzini üstün tuturam. Çox ləngimədən, şər qarışmamış, Qurakilərlə vidalaşıb buranı tərk edirik. Özləri də deyir ki, axşam saat 6-dan sonra burada yollar təhlükəli olur. Qanunsuz silahlı qruplaşmalar maşınlara hücum edib gəlmə adamları oğurlayır və əllərində olan adama görə təxminən $1 milyon civarında ödəniş tələb edirlər. Qiymət oğurlananın kimliyinə, vəzifəsinə, tutduğu mövqeyə və digər göstəricilərə görə dəyişir. Gözümüzün önündə dünya dəyişir, biz də dəyişirik. Amma dünyanın dəyişməyən məntəqələri, mühitləri var. Qəbilələr kimi. Bura nə zaman inkişaf gələcək, nələr baş verəcək bilinmir. Bütün bunlarla çiyin-çiyinə mövcud olan inkişaf etmiş mühitlər isə öz mənfi və müsbət cəhətləri ilə durmadan dəyişir, sürətlə yenilənir. Gün və gün daha da şəhərləşən Addis Ababa kimi. İndi ora gedirik.
Sürətlə şəhərləşən Əddis-Əbəbədə dünənə kimi rekord səviyyədə olan gecəqonduların sayı durmadan azalmağa doğru gedir. Hələ də paytaxtda mövcud olan gecəqondulara baş çəkmək istəsək də, rəsmi qurumlar buna icazə vermir. Gecəqondularda kanalizasiya problemi, daşqın riski, vətəndaşların həyatını təhlükə altına salan amillər mövcuddur və hər yağış mövsümündə ailə təsərrüfatları müxtəlif risklərlə üzləşir. Sakinlərin üzləşdiyi ən böyük təhlükə evlərinin hər an uçulması ehtimalıdır. Evlərin çaya yaxın yerləşməsi isə sel sularının yuyub aparmasına səbəb olur. Şəhər administrasiyası dövlət özəl tərəfdaşlığı çərçivəsində az təminatlı ailələrə dəstək olmaq məqsədi ilə müasir, rahat və təhlükəsiz evlərin tikintisinə özəl şirkətləri cəlb edir. Əraziyə sakinlər Xoşmaram kəndi adı veriblər və bu həyatlarına görə daima Tanrıya dua edirlər. Yeri gəlmişkən, Efiopiyalıların dini inancları çox güclüdür. Ölkə əhalisinin 67%-ni xristianlar, 31%-ni müsəlmanlar təşkil edir. Ortodoks Tivahedo kilsəsinin müqəddəs üçlük kafedralının bələdçisi Dey Handres deyir ki, Tanrının qarşısında edilən dualar həyatda gerçəkləşir. Onlar Tanrıdan istədiklərini diləyirlər. Bütün insanlara dinindən asılı olmayaraq mesajınız nədir? Efiopiya Afrika qitəsində azadlıq hərəkatının rəmzidir. Çünki Efiopiya heç vaxt müstəmləkə olmayıb və daim müstəmləkəçiliyə qarşı mübarizə aparıb. Və bu kafedral Efiopiyalılar üçün eyni zamanda azadlıq rəmzidir. Kilsənin xaricində, kilsə ərazisində bir çox vətənpərvər torpağa tapşırılıb. Bu kilsə həyatını Efiopiyanın azadlığı uğrunda qurban verən vətən oğullarının xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb. Ortodoksların, katoliklərin üstünlük təşkil etdiyi Efiopiya həm burada yaşayan, həm də dünyadakı müsəlmanlar üçün ona görə əzizdir ki, İslamın ilk illərində Məhəmməd Peyğəmbərin tərəfdarlarına qarşı Məkkədə təzyiqlər başlayır. Bu zaman Peyğəmbər əleyhissalam onlara Həbəşistana, indiki Efiopiyaya gəlməyi məsləhət görür. O zaman Həbəşistana ədalətli kral, xristian inanclı Aşama ibn Abjar, müsəlmanların dili ilə desək, Necati başçılıq edirdi. Necati müsəlmanları geri qaytarmır və bu tarixə Həbəşistana hicrət adı ilə düşür. Bu hadisənin təxminən 615-ci ildə baş verdiyi deyilir və bu müsəlmanların ilk mühacirəti sayılır.
Əddis-Əbəbada da tez-tez müxtəlif mövzulu festivallar keçirilir və bu festivallarda daha çox gənclər təmsil olunur. Bu festivalın mahiyyəti haqqında bilmək istəyərdim. Burada ölkənin müxtəlif bölgələrinin mədəniyyətləri təmsil olunur. Hardansınız? Mən Amparadanam, bəli. Bu sizin milli geyiminizdir. Əlinizdəki ağacın mənası nədir? Güc simvolu deməkdir. Və biz bunu göstərməklə öz mədəniyyətimizin mahiyyətini ifadə edirik. Yəni biz kainatda birləşərək varlığımızı təbliğ edirik. Mən Oromiya regionundanam. Ənənəvi qəbilələri simvolizə edirik. Dairə yaradaraq birgə olduğumuzu ifadə edirik. Əddis-Əbəbə Afrikanın siyasi paytaxtı hesab olunur. Eyni zamanda bu şəhər regional hub hesab olunur. Yeri gəlmişkən, qitənin 50-dən çox ölkəsinin təmsil olunduğu Afrika İttifaqının qərargahı da məhz bu şəhərdə yerləşir. Sülhü, təhlükəsizliyi, davamlı inkişafı, üzv dövlətlər arasında birliyi təşviq etməklə yanaşı, bugün dünyanın əsas qlobal problemlərindən biri sayılan şəhərsalmanın həlli də daima bu təşkilatın gündəliyindədir. Çünki urbanizasiyanın kör-köranə idarə olunması Afrikanın inkişafının qarşısını alır. İttifaqın 2063-cü il üçün nəzərdə tutulan gündəliyində də dayanıqlı şəhərsalma prioritet məsələ kimi qeyd olunur. Oromiya bölgəsində yerləşən Bişoftu şəhər yollarında da sürətli işlər görülür. Çünki Efiopiyanı turizm mərkəzinə çevirmək əsas məqsədlərdən biridir. Cibuti ilə sərhəddə yerləşən Oromiya regionundayıq və konkret olaraq Bişoftudayıq. Bu region özünün gölləri ilə məşhurdur və demək olar ki, ölkədə ən çox turizm axını da məhz bu regiona olur. Efiopiya Cənubi Sudan, Somali, Eritreya və Sudandan olan minlərlə qaçqına ev sahibliyi edir və bununla da Afrikada ikinci ən böyük qaçqın qəbul edən ölkəyə çevrilir. Ciddi maliyyə böhranı və ərzaq çatışmazlığı yaratmasına baxmayaraq,
dövlət qaçqınlarla bağlı açıq qapı siyasətini davam etdirir. Bu proseslərin mərkəzində olan şəxslər İnkişaf üçün Nikbin Fəaliyyət Təşkilatının proqram meneceri Yarit Qusama ilə görüşürük. 2011-ci ildə təsis olunan bu qurum Amhara, Somali, Afar, Tigray və digər regionların, habelə Addis Ababa şəhərinin administrasiyası ilə çalışırlar. Təşkilat təsis ediləndən bəri Efiopiyada 1 milyondan çox insana dəstək olmuş. Bu dəstək ölkədə 10 regionu əhatə edir. Eyni zamanda 50-dən çox layihə həyata keçirmişik ki, onların daxilində də çoxsaylı paketlər var. O cümlədən içməli suya çıxışın təmin olunması, bizim qida təhlükəsizliyi, səhiyyə, fövqəladalar zamanı sığınacaqların təmin olunması ilə bağlı layihələrimiz var. Regionlarda çalışarkən hansı maneələrlə üzləşirsiniz? Bəzən vəsait çatışmazlığı olur. Belə hallarda mövcud imkanlarımızla yerlərdəki ehtiyacları qarşılamaq çətin olur. Hədəflədiyimiz digər məsələlərlə münasibətdə çox məhdud imkanlarla ehtiyacların qarşılanmasına edilən cəhdlər çətinliklərlə müşahidə olunur. Belə hallarda qərar qəbul etməkdə çətinləşir və insanlara gözlənilən dəstəyi vermək asan olmur. Beləliklə, təchizatın məhdud olması işimizə əngəl törədən hallar kimi dəyərləndirilə bilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya səfəri zamanı Addis Ababanın yaxınlığında yerləşən qadınların reabilitasiyası və bacarıqlarının inkişafı mərkəzinə baş çəkib. Oranın fəaliyyəti ilə tanış olub. Yolumuz oradan düşdüyü üçün biz də həmin mərkəzə baş çəkmək, oradakı həyatı gözümüzlə görmək istədik. 2024-cü ilin martında yaranan bu mərkəzdə təxminən 2000-dən çox qadın reabilitasiya keçirib. Mərkəzin baş direktoru İtbaza Çalaya yaxın şərq ölkələrindən də burada qadınlar olduğunu deyir. Qadınların mərkəzimizdə bütün əsas ehtiyacları qarşılanır. Sığınacaq, qida, pal-paltarla təmin olunma, təlimlər və kitabxana xidməti, bacarıqların inkişaf etdirilməsi, idman zalı, səhiyyə xidmətləri onlara təminnatsız təqdim olunur. Mərkəzin büdcəsi şəhər administrasiyası tərəfindən maliyyələşdirilir. Sizin fikrinizcə qadınları cəmiyyətdə mənfi hallardan necə qorumaq olar? Ümumiyyətlə, qadınların qorunması millətin qorunması deməkdir. Biz qadınları qoruyanda uşaqları qorumuş oluruq. Çünki qadınlar uşaq dünyaya gətirirlər. Uşaqları qoruyanda milləti, ölkəni qorumuş olur. Məhz buna görə Addis Ababa şəhər administrasiyası dəstəyə ehtiyacı olan qadınlar üçün təhlükəsiz mühitin yaradılmasını prioritet məsələ hesab edir. Bu səbəbdən də biz qadınlara böyük sərmayələr yatırırıq və düşünürük ki, qadınlara sərmayə yatırmaqla biz ümumi yaşayışımızı yaxşılaşdırmış oluruq. Mərkəzdə reabilitasiya keçən qadınlardan kimliyini bildirməmək şərti ilə arzularını, düşüncələrini bizimlə bölüşməyi xahiş edirik. Həyat eşqi öləziyən, işləmək həvəsi sönən, bərpası xeyli vaxt tələb edən hallar yaşayan bu qadınların çoxunun danışmaq istəyi belə yoxdur. Yalnız 2 qadın cəsarət edərək kameramız qarşısında istəklərini dilə gətirir. Daha yaxşı, faydalı insan olmaq istəyirəm. Əvvəl vəziyyətim çox pis idi, indi də yaxşı deyil və bunu dəyişmək istəyirəm. 8-ci sinifə qədər oxumuşam, sonra məktəbə getməmişəm. Mən qardaşım üçün daha yaxşı həyat qurmaq istəyirəm. Mənim kiçik qardaşım var və onun mənim dəstəyimə ehtiyacı var. İstəyirəm ki, öz işim olsun və müstəqil olum. Mən həyatdan çox şey öyrənmişəm. Bütün bu problemləri yaşadığıma görə təəssüflənmirəm. Çünki indi daha yaxşı insanam. Burada çox şey öyrənirəm və mən dəyişirəm. İstərdim ki, qadınlar mərkəzin proqramına qatılsın və öz həyatını dəyişsin. Mənə gəldikdə, mən gələcəkdə öz şirkətimi qurmaq istəyirəm. Mənim arzum müstəqil olmaqdır. Niyə bizim evə ehtiyacımız var? Soyuqdan ya istidən qorunmaq üçün, doğularkən və ya ölərkən yuvamız olsun deyə? Evimizi kimdən və ya nədən qorumalıyıq? Özgələrdənmi, təbiətdənmi? Bəlkə elə ilk növbədə özümüzdən qorumalıyıq.
your home. Eviniz hardadır? Let's go your home. Gəl gedək Let's go. evimizə.